Salam dəyərli tələbələrim, bu günlər sizlərlə kursa başlamaq müddətindən, kurs müddətindən, rəsm kursuna haçandan getməlisiniz və qabiliyyət imtahanı haqqında məlumatlar verəcəm. Bunu qeyd edeyim ki, hər insanda özünə xas bir talantı, istedadı var. Birində çoxdur, birində azdır, birində isə dərinliklərdə bir yerdədir və biz müəyyən məşqlər əsasında, müəyyən tapşırıqlar əsasında, ev tapşırıqlar əsasında o həmin qabiliyyəti üzə çıxardırıq. Bunu da qeyd edeyim ki, yəni bu dəfələrcə təkrarlanan bir şeydir. Heç kim anasının qarnından bir rəssam kimi doğulmur. Talantlı insanlar var, əlbəttə ki. Amma onlar ya tənbəl olurlar, ya da uğur əldə etməyə meyl deyirlər də. Yəni içində bir hərəkət yoxdur. İstedadı var, bacarığı var. O bir dənə söz var, el arasında deyilir. Savadı vardı, amma oxumadı. Onun kimi bir şey yaranır. Aslında bu savadla əlaqəli bir şeydir. Əzmlə, çalışaraq. Əgər sən uğur qazanan biri olmaq istəyirsənsə, bunun 1% zəkan olması ilə 99% isə əməklə, zəhmətlə gələn bir şeydir. Yəni bunda hər kəsə baş var, amma onu işlədən uğur qazana bilər. Qısaca lori formada desək. Və rəssamlıq da bu formadadır. Yəni nalayıq yanaşmayın, necə deyirlər? 5-ci qrupdur, hə, asandır da, yəni 3 dənə fəndir. Buraxılışdan müəyyən bir bal yığaram, bir ayda qabiliyyətə gedərəm, hazırlıq kursuna gedərəm, mən hazıram, mən artıq tələbəyəm. İnanın ki, o bir ay istedadlı uşaqlar üçündür. Əgər sən həqiqətən istedadlısansa və sizə verdiyimiz tapşırıqları uğurlu formada yerinə yetirərsinizsə, siz həqiqətən uğur qazanacaqsınız. Amma bu uşaq istəyi yoxdur, arzusu yoxdur, sözdə sadəcə deyir ki, mən tələbə olmaq istəyirəm, verilən tapşırığı etmir. Plus şikayət edir ki, müəllimə, mən niyə qabağa getmirəm? Mən də sual verirəm, görürsən sən niyə qabağa getmirsən? Çalışmır və bunun bir dəfəlik bəhrəsini görmək istəyir. Rəssamlıq daimi formada işləmək deməkdir. Bu əlimiz var ha, daimi formada hərəkət etməlidir, elastiklik olmalıdır. Bunun üçün də bir dəfə alınmadı deyə qırağı qoyursansa, zaten sən uğur qazanmayacaqsan. Zəhmət çəkməlisən və bunun bəhrəsində avtomatik görəcəksən. Kurs müddətindən də əgər siz dizayn ixtisasına hazırlaşırsınızsa, dəyərli tələblərimiz, bu bir ayda olan bir şeydir. Çünki dizaynda antik baş heykəl var, arxanda gördüyünüz heykəllər düşür. Heykəl də yəni fəza figuru deyil ki, sən 2-3 dənə xətt atasan, onu da öyrənəsən bir ay ərzində. Dediyim kimi, ən azı bir il gəlməlisiniz. Bu baxırda tələbədən tələbəyə dəyişir. 2 il ola bilər, 3 il də ola bilər və ya daha da az bir müddət ola bilər. Dediyimiz kimi, tələbədən tələbəyə dəyişir və biz bu uşağı görməliyik. Fəaliyyətini görməliyik. Görmədən heç kimə qarantiya verə bilmərik ki, sən filan vaxtdan filan vaxta gəlsən, möhtəşəm bir nəticə əldə edəcəksən. Keçə bilərsiniz, o ödənişsiz söhbətidir, bax, 8+ qiymət alanda, 7 və ya 8+ alanda ödənişsiz düşə bilərsiniz. Buraxılış balınız da yaxşı olanda. Amma sən 5 bal aldın, avtomatik kəsilirsən, buraxılışdan görə 200 də yığsan, avtomatik sən kəsilmiş hesab olursan. Bir də bir məlumat yayılıb, deyirlər ki, 200+ bal yığsanız buraxılışdan, yəni qabiliyyətsiz daxil olursunuz. Mən buna inanmıram, araşdırdım biraz, mümkün deyil. Akademiyaya girmək istəyirsən və akademiya öz magistrını da qabiliyyət imtahanı ilə qəbul edib. Sən necə ki, yəni 200 balına ora qabiliyyətsizliklə daxil ola bilərsən? Məncə çox qeyri-real bir şeydir. Buna da inanmayın, yəni. Və tim ixtisasında da dediyimiz kimi fəza figurları düşür və dekorativ tətbiqi sənətdə isə antik baş heykəl plus rəngkarlıq işi, yəni rəngkarlıq işi dediyim akvarel texnikası ilə naturmort işləyirsiniz. İnşallah bu videonu yüklədikdən bir həftə sonra həmin o videonu da atacağım sizə. Akvarel texnikasının işlənməsi, qurma qaydalarına təzədən video çəkəcəm, işləyəcəm sizin üçün. Və qısaca deyək ki, zəhmət çəkməlisiniz və bunun üçün də çalışmaq lazımdır. Nalayıq yanaşmamaq lazımdır. Uğur qazanmaq istəyirsinizsə, əlinizə gələn ən yaxşısını etməlisiniz. Məqsədin varsa və istəyin varsa bunu et. O qədər tələbə var, o qədər məhz diplomu olan insanlar var ki, valideynin zoru ilə gedir. Filankəsi uşağı diplomu var, universitetə daxil oldu, mənimkini daxil ola bilmədi. Sevdi, sevmədi, girsin, ondan fəxrlənsin. Əlbəttə ki, biz valideynlərimiz üzərində zəhməti çoxdur, danılmazdır. Amma uşağın istəyi də nəzərə alınmalıdır. Çünki bu ixtisası oxuyan da, həyatını quran da yardımcı olan valideynlərimiz də, amma yaşayan tələbədir, həmin uşaq da. Əgər uğurlu olmaq istəyirsə, əgər ona valideynlərimizi daha da qürurlandırmaq istəyiriksə, istədiyimiz bir şeydə daha da uğurlu ola bilərik və onları daha da sevindirə bilərik. Ən əsasında özümüzü. Çünki bu həyatda müəyyən təcrübələrdə biz görürük, müəyyən vəziyyətlərdən də çıxmaya çalışırıq. Heç bir şey qarşılıqsız deyildir bu həyatda. Nə yaşayırsansa, nə yaşatdırırsansa, onu da yaşayırsan. Ümid edirəm ki, video sizin üçün faydalı olmuşdur və bu həqiqətindən də qarşılaşmalısınız ki, qabiliyyət imtahanı göründüyü qədər asan deyil.
və göründüyü qədər də çətin deyil. Zəhmət çəksəniz, çalışsanız, niyə də olmasın? Yəni bu qədər də mümkünsüz deyil. Bəzi uşaq üçün bəzi figurlar çox asan olur, bəziləri üçün ümumiyyətlə xətt çəkmək asan olur, çətin olur. Bəziləri sevmir, kompozisiya meyl eləyir. Deyir ki, mən şeydə belə hobbi olaraq yanaşıram. Bəziləri isə universitetə daxil olmaq istəyir və müəyyən bir vaxt çərçivəsində də bu olur. Dərslərimiz əgər vaxt azdırsa çoxaldırıq, tapşırıqlar da 2 qat çoxaldırıq ki, bu uşaq işləsin daimi formada. Artıq biz uşağı şərt qoşuruq. Sən bu perioda, bu çətin vəziyyətə hazırsanmı? Yəni bizə bu məsuliyyət, yəni həm bizim üzərimizdə, həm 2 qat uşağın üstündə olur. Yəni sən həqiqətən razısansa biz hazırıq. Yəni çalışacaqsan, vuruşacaqsan, verilən tapşırıqları bir edəcəksən və uğur qazanacaqsan. Bəli dostlar, bu qədər. Ümid edirəm ki, videosu üçün faydalı olmuşdur və bu həqiqətən də üzləşmiş olun. Çünki həqiqətən 5-ci qrupdur deyə qırağa atmayan hələ qabiliyyəti verərəm demirəm. Hər ixtisasın öz çətinliyi var. Adi bir sürücünün də, hər hansı bir ixtisasın da. Həqiqətən elədir. Hər bir peşənin də öz çətinliyi var. Çətinlikdən qaçsanız, bu da qaçmaq mümkün deyil. O sizin mütləq tapacaq və o çətinlik üzərindən, öhdəsindən gələndə siz inkişaf edirsiniz. Yəni çətindir, eləməyim. Axı sən harana qədər qaçacaqsan bu? Sən yəni haçana qədər qaçacaqsan bu çətinlikdən? Axı bu həyatın daxilindədir. Biz onların üstündən gələ-gələ inkişaf edirik. Elə deyilmi? Yəni mən bir dəfə eləyə bilmədim, 2 dəfə eləyə bilmədim. Atdım bunun başına, yox. Rəssamlıq özü dəfələrcə etməkdir, əzmli olmalıdır, istəkli olmalıdır. Elə tələbələr var, tələbə olmaq istəyirəm, elə bir onu zorla mən otuzdurmuşam ora. Özü gəlir, amma o deyil. Həqiqətən istəyirsinizsə gəlin, o istək, o arzu varsa, o ruhun bütövləşməsi ilə bu rəssamlıq birləşir. Ümid edirəm ki, çox da uzatmadan videonu sonlandıraq. Dediyimiz kimi bir həftə sonra dekorativ tətbiqi sənət üçün akvarel texnikası ilə naturmort işləyəcəm və kanala abunə olmağı da unutmayın ki, zilləri də açaq, kanal bildirişlərinə. Avtomatik video yükləyəndə sizə bildiriş gəlsin. İzlədiyiniz üçün təşəkkürlər. Gələn dərsə görüşənədək hələlik.